Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Əşrəf qızı, İran prezidenti Məsud Pezeşkiyan ölkənin silahlı qüvvələrini separatçılarla qətiyyətli davranmağa çağırıb və Mehr Agentliyinin məlumatına görə Pezeşkiyan bu həlledici günlərdə İslam quruluşunun yanında olan Kürdistan əyalətinin sakinlərinə təşəkkür edib. Pezeşkiyan vurğulayıb ki, əyalət qubernatoru və ölkənin silahlı qüvvələri separatçıların hər hansı bir hərəkətinə qarşı qətiyyətlə mübarizə aparmağa borcludular. Qeydək ki, yayılan məlumatlara görə İran Kürd qrupları hakimiyyət qüvvələrinə mümkün hücuma hazırlıq məqsədi ilə addımlar atmağa hazırlaşır. Qeyd olunur ki, İran Kürd qüvvələri İsrailin Mossad təşkilatı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənir və məqsəd İran hakimiyyətini zəiflətmək üçün İran daxilindəki Kürd bölgəsində üsyanlara nail olmaqdır. Hər halda gələn xəbərlərdə belə deyilir, əziz tamaşaçılar. Biz isə Pezeşkiyandan gözləntimiz nə olub? Azərbaycan olaraq Bakıya niyə zəng etmədi? Dünənki hadisədən sonra bilirsiniz ki, ötən gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası demək, İran tərəfindən atılan puallara məruz qaldı. Hər halda bunun ardınca 4 nəfərimiz yaralandı. Həm aeroport zərər gördü, həm məktəbin, orta məktəbin şagirdləri şükür Allaha ki, onlara heç nə olmadı, amma məktəb yaxınlığına düşdüdür onlardan biri. Və bütün bunlara rəğmən dünyanın əksər ölkələri, hətta belə Ermənistan belə Azərbaycana zəng etdi. Ermənistanlı nazir və dünyanın dediyim kimi əksər ölkələri Azərbaycana zəng edib danışdılar prezidentlə, xarici işlər naziri ilə. Bizim gözləntimiz isə İrandan məhz Pezeşkiyandan idi. Çünki deyir, qanı qanından, canı canımızdan olan biridir. Və əziz tamaşaçılar, hər halda niyə zəng etmədi sualıyla təbii ki, bugün qonağımın mövqeyini öyrənəcəm, amma qarşımda deməli, İlxan Şahinoğlu'nun, politolog İlxan Şahinoğlu'nun Pezeşkiyanın Naxçıvana dron hücumundan sonra susmasına münasibətini oxuyum, ardınca qonağımla müzakirəyə başlayaq. İlxan Şahinoğlu deyir ki, böyük ehtimalla Məsud Pezeşkiyan dünən gün ərzində bu barədə ciddi düşünüb sadəcə Bakıya zəng etməyə və yaxud status paylaşmağa risk etməyib. Çünki Pezeşkiyan İlham Əliyevə zəng etsəydi, ya üzr istəməliydi, ya da deməliydi ki, məsələ araşdırılır. Görünür, Pezeşkiyan düşünüb ki, bu iki variantdan birini seçərsə ölkəni idarə edən və anti-Azərbaycan mövqeyindən çıxış edən Sepah generalları ilə üz-üzə qalacaq. Ancaq Pezeşkiyan anlamamış deyil ki, susqunluğu onun İlham Əliyevlə arasındakı tərəfdaşlıq münasibətlərinin üstündən xətt çəkir, halbuki iki ölkə prezidenti arasında normal münasibətlər formalaşmışdı. Hər halda o İranın eyni ilə Rusiyanın yolu ilə getdiyini deyib, yəni Rusiya Azərbaycanın bilirsiniz mülki təyyarəsini vurduqdan sonra da əvvəlcə onu inkar etdi, sonra üzrxahlıq gəlsə də kompensasiya ödəmədi, cinayətkarlar cəzalandırılmadı və buna görə iki ölkə arasında münasibətlərdə də suallar ortadan qaldırılmayıb. Hələ də Rusiya ilə münasibətlərimiz soyuqdur. İran da eynən Rusiya kimi inkar edir. Naxçıvana dron atmamışıq deyir. Ancaq bu yanaşma iki ölkə arasındakı onsuz da suallarla dolu olan münasibətləri də növbəti bir gərginlik mərhələsinə yol açır. Buna görə də Pezeşkiyanın İlham Əliyevə zənginə ehtiyacı var deyir. Bu İlxan Şahinoğlu'nun fikirləridir. Mənim qonağım isə Ümid Partiyasından Talih Əliyevdir, əziz tamaşaçılar. Hər birinizdən ricam verilişimizi lütfən bəyənin və paylaşın. İrandan danışacağıq, İranın Naxçıvana deməli dron atışından danışacağıq, Pezeşkiyanın susmasından danışacağıq və s. və ilaxır. Siz bəyənin, biz də düşünürəm ki, sizin bəyənəcəyiniz bir söhbəti reallaşdıracağıq. Talih bəy, xoş gəlmişsiniz. Xoş gördük Ləman xanım, xoş gördük dəyərli Laf TV izləyiciləri. Pezeşkiyandan danışaq elə. Həqiqətən də deməli Naxçıvana dron zərbəsindən danışdıq kifayət qədər və indi xüsusilə hər kəsin gözləntisi həqiqətən də Pezeşkiyan olmalıydı. Çünki Azərbaycanda böyük bir toplum, kütlə Pezeşkiyanı sevir. Həqiqətən də içi ilə mən qarışıq, bəlkə də daha çox sadəliyinə görə, təvazökarlığına görə, bəlkə də o fars molla rejiminin içində o dilimizi qoruyub saxladığına görə, o dildə tez-tez
nə bilim şeirlər dediyinə görə, açıqlamalar verdiyinə görə, bəlkə də buna görə, bilmirəm, hansı cəhətlərinə görə Pezeşkan bu ölkədə sevilir və türk olduğuna görə, ən vacibi də elə türk olduğuna görə. Bu məsələdə sustu, yəni bir zəng etmədi, gələn zənglər Xarici İşlər Nazirliyi səviyyəsində idi və onlar da bu məsələni inkar etməyə çalışdılar. Sizcə Pezeşkan niyə danışmadı? Buyurun. Deməli, Ləman xanım, biz ilk öncə bir vacib məqama aydınlıq gətirməliyik ki, Pezeşkan kimdir? Statusuna görə İran İslam Respublikasının prezidenti olsa da bu şəxs, biz bilirik ki, İran konstitusiyasına görə prezident ölkənin birinci şəxsi deyil. Başqa sözlə ifadə etsək, ölkədə real hakimiyyət ona məxsus deyil. Ölkənin real hakimiyyət sahibi olan ali dini lider Ayətullah Seyid Əli Xamneyi Amerika Birləşmiş Ştatları və İsrailin İrana başlatdığı yeni müharibənin ilk anlarında, ilk saatlarında məhz öz ofisində keçirdiyi toplantı zamanı həlak oldu. İranın hərbi siyasi elitasının əhəmiyyətli bir hissəsi ilə birlikdə. Bugün Pezeşkan üçün vəziyyət, bugün Pezeşkanın hakimiyyətdə təsir rissakları qərar qəbul etmədəki rolu 28 fevral 2026-cı ilə qədərki dövrdən daha azdır, daha kövrəkdir və hətta mən deyərdim ki, nəinki bu günlərin Pezeşkanın hakimiyyəti risk altına düşübdür, hətta Pezeşkanın özünün həyatı bugün ciddi risk altındadır. Xüsusilə də mən başqa bir maraqlı məqama da diqqətinizi çəkmək istəyirəm, dəyərli izləyicilərimizin də ki, bugün Azərbaycanın yerli mediasında Amerika Birləşmiş Ştatları Trump'ın vermiş olduğu açıqlamalarla bağlı yayınlanan məlumatda belə bir maraqlı məqam vardı ki, İranın gələcək liderini də biz seçəcəyik və bizim bir neçə belə bir namizədimiz var, biz onların üzərində iş aparırıq və həm də onları qoruyuruq. İstər-istəməz onları qoruyuruq deyəndə söhbət nə dırnaqarası qəhrəman Pəhləvidən getmir, nə İran Mücahidlər Təşkilatının Avropadakı mühacir liderlərindən getmir. Deməli, ölkənin içərisində olacaq Amerika Birləşmiş Ştatları tərəfinin potensial gələcək tərəfdaş kimi baxdığı şəxslər ola bilər ki, burada da ilk ağla gələn məhz Pezeşkandır. Bilirsiniz ki, 28-də dini liderlə yanaşı, hətta Pezeşkanın özündən bir xeyli müddət xəbər olmadı, onun yaralanması, ölümdən bağlı. Suikast xəbərləri çıxdı ki, suikast edilir. Mən bugünün özündə də Pezeşkana qarşı Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən deyil, məhz daxildə əleyhdarları, qatı, radikal dairələr tərəfindən elə bir suikastin güya Amerika və ya İsrail hava zərbəsi ilə ölməsi adı altında bir suikasti gözləyirəm və yəqin ki, kənardan izləyən şəxslər kimi biz bunu görürüksə, Pezeşkan və onun yaxın çevrəsi bunu daha dərindən görür, daha yaxından izləyir. Ona görə də çalışır ki, birazca da özü prosesi axarına buraxsın və ölkəni idarə edən real qüvvələrlə daha kəskin konfrontasiyaya getməsin. Mən düşünürəm ki, dünən Azərbaycana və Naxçıvan Muxtar Respublikasına atılan o 4, daha doğrusu 2 raket, 2 puaların reaksiyası olmaması Pezeşkan tərəfindən təkcə üzr istəməyə təbii ki, bu onun qeyd elədiyimiz kimi intiharına qəddər gətirib çıxaracaq bir hal olardı. Çünki real hakimiyyət onda olmuş olsaydı, bəlkə də üzr istəyərdi münasibətlərin qorunub saxlaması üçün. Bugün faktiki söz sahibi olmadığına görə o faktda, daha doğrusu addım da onun həyatı üçün riskli ola bildiyindən araşdırıq sözün deməyində görünür o Azərbaycan, sizin də qeyd, daha doğrusu adam özünün o Azərbaycan Türk kişi xarakterinə sıxışdırmayıb ki, nəyi araşdırırıq? Ərəqçi deyir ki, biz araşdırırıq, Sepah o tərəfdən deyir ki, biz Azərbaycanın xəbərdarlıq etmək məqsədi ilə bu addımı atmışıq. Bundan sonra araşdırılması nə məsələ qalır ki? Məlumat göz qabağındadır. Özdə açıq mənbələrdən yayılan məlumatdır. Bütün dünya bu məlumatdan xəbərdardır. Yəni deyirsiniz, hətta Pezeşkanın canına qıya bilərlər, eləmi? Bəli, Pezeşkan üçün bütün hallarda, istər Azərbaycana edilən bu təxribat, terror aktı fonunda olsun, istər onsuz, bugün getdikcə də daha çox dalana sıxışdırılan radikal ekstremist qüvvələr tərəfindən Pezeşkanın həyatı
risk də o dərəcə belə deyək də adekvat olaraq artır. Bu baxımdan təhlükəlidir. Mən bayaq oxuduğunuz xəbərdə maraqlı bir məqama diqqət etmək istəyirəm. Diqqət eləsəniz görərsiniz ki, Pezeşkiyan İranın Kürdistan vilayəti əhalisinə səslənir ki, siz bugün İslam İnqilabı hakimiyyətinin yanındasınız. Bu müraciət niyə Kirman, İsfahan, Şiraz, digər vilayətin vətəndaşlarına ünvanlanmır? Çünki bugün Kürdistan vilayətinin əhalisi gerçəkdən İslam İnqilabı hakimiyyətinin yanında deyirlər. Və ola bilər ki, saatlar sonra, ola bilər ki, günlər sonra biz nəinki yanında olmadığını, qarşısında olduğunun şahidi olacağıq. Bu əslində ölkənin prezidenti baxmayaraq birinci şəxs deyil, ölkə prezidenti səviyyəsində ölkədəki real vəziyyətin, narahatsız vəziyyətin etirafıdır, dilə gətirilməsidir. Bu baxımdan İrandakı proseslər getdikcə daha da geriyə dönməz xarakteri alacaqdır. Hətta 2 gün bundan qabaq biz İrana quru qoşunları çıxartmağı istisna etmirik deyən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump bugün deyir ki, buna ehtiyac duymuruq. Çünki artıq quru əməliyyatlarını keçirəcək yerli xalqlar var. Dünənlərin gecə saatlarında yenə yerli televiziyalarımıza gələn bir məlumatda Amerika rəsmisinin məlumatı idi ki, biz bölgəyə Amerikan əskərinin yeridilməsi üzərində düşünmürük. Bu prosesi biz İraqda və Suriyada daha çox tərəfdaşlıq etdiyimiz Kürd qruplaşmaları vasitəsilə reallaşdıracaq. Yəni, daxildə ixtişaşlar yaranacaq da, eləmi həmin? Bu, daxildəki ixtişaşları tətikləmək üçün həm də xaricdən, yəni söhbət İraq Kürdistanı ərazisində olan Kürd qruplaşmalarının İran ərazisindən keçidinə gedir. Və təbii ki, bundan sonra biz İranın digər regionlarında yaşayan həm etniklərin, həm də bütövlükdə rejimdən narazı olan və getdikcə də, bilirsiniz, Rəman xanım, xüsusilə də vaxt uzandıqca İranda hakimiyyətsizlik, siyasi böhran və idarəetmə böhranı özünü daha açıq, aydın hiss elətdirməyə başlayır. Bu proseslər mənə Birinci Qarabağ müharibəsi dövründə könüllü batalyonların döyüş əməliyyatlarını xatırladır. Bugün həm rabitə əlaqəsinin kəsilməsi baxımından, həm komandanlığın məhv edilməsi baxımından İranın ayrı-ayrı qoşun növləri arasında vahid komandanlıq edib. Ümumiyyətlə, mən bir azacıq hərbi təcrübəsi olan keçmiş hərbici kimi qeyd eləmək istəyirəm ki, biz xidmətdə olan vaxtda keçirilən təlimlərdə düşmən qüvvələrinə üzrə gələrkən, söhbət quru qoşunlarına gedir, düşmənin ilk öncə hansı hədəfləri məhv edilməlidir deyə bir döyüş tapşırığı vardı ki, birinci hədəf düşmənin komandirinin məhv olunmasıdır. Komandir məhv olunursa, döyüş əməliyyatına nəzarət itir. İkinci məhv olunması fiqur düşmənin rabitə əskəridir, rabitəni, komandirin yanında olan rabitəçi əskərdir. Arxa yandan ön cəbhənin əlaqəsi kəsilir və üçüncü düşmənin snayperçisi məhv edilməlidir ki, həm bizim komandirimizi qoruyuruq düşmənin snayperçisini məhv etməklə, həm rabitəsimizi, həm də üstün mövqedə olan əskərlərimizi. Bax, o lokal vəziyyəti biz bu İrana şamil edərsək, görək ki, komandan yox, komandanlıq məhv edilib. İranın internet rabitə sisteminin məhv edilməsi ilə arxa ilə ön cəbhə xəttinin əlaqəsi kəsilmiş vəziyyətdədir və İranın raket, artilleriya bölmələri intensiv bombalanmaqla həm də İranın, diqqət eləsəniz, qərb mediası da göstərir ki, müharibənin ilk günləri ilə müqayisədə vaxt keçdikcə İranın həm raket artilleriya aktivliyi, həm də dron aktivliyi getdikcə azalan xətt üzrə gedir. Bu da deməli düşmənin əks strateji həmlələri məhv etmək qabiliyyətini azaldır. Bax, bu baxımdan mən əminliklə ifadə edirəm ki, bugün İranda nəinki iki hakimiyyətlilik, hətta hakimiyyətin ayaqlanması daha da geniş vüsət alacaqdır. Bugün İrandakı proseslər bu istiqamətdə inkişaf edir. Aydındır. Əziz tamaşaçılar, 400-ə yaxın insan var canlı yayında. Verilişimizi lütfən bəyənin və paylaşın. Çox maraqlı xəbərlər gəlir. Deməli, İran, Şahbaz Şərif, dostlar, Şahbaz Şərif Prezident İlham Əliyevə zəng eləyib. Belə bir açıqlama gəldi. Təbii ki, İranın mövqeyi qınanılır. Bu arada, deməli, İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi və biz də nəticələri gözləyirik. Bunu isə Ceyhun Bayramov deyib, cənab prezidentin dünənki fikirləri açıq bir mesajdır.
Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moldovalı həmkarı Mikhail Popşo ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə martın 5-də Təhlükəsizlik Şurasında Prezident İlham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatına toxunarkən deyib dünən İran Xarici İşlər Naziri rəhbəri ilə telefon danışığımızda məsələni ciddi şəkildə müzakirə etdik. İran tərəfi məsələni araşdırmağa söz verdi. Biz də nəticələri gözləyirik. Dediyim kimi, deməli, bu Ceyhun Bayramovdan gələn bir açıqlama. Həqiqətən də hər birimiz gözləyirik, görək İranın açıqlaması nə olacaq. Şahbaz Şərif isə Azərbaycan Prezidenti İlham Əliyevə telefon açıb və Pakistanın baş naziri İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib. Bu çətin gündə Pakistan dövləti və ordusunun, Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib və Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib və Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini də qeyd edib. Prezident Əliyev də Azərbaycanın qardaş Pakistanın haqq işini hər zaman müdafiə edəcəyini deyib. Və əziz tamaşaçılar, burada bir maraqlı xəbər də mənim diqqətimi çəkir. Əslində bu həm də biraz qorxulu xəbərdir, çox maraqlıdır. İran Naxçıvandan sonra Azərbaycana növbəti hücuma hazırlaşır xəbəri. Və hədəf də göstərilir. Çox maraqlıdır. Deməli, bunu kim yazıb? İranın Bakı, Tbilisi, Ceyhan kəmərini hədəfə alacağı barədə iddialar, informasiyalar Naxçıvana hücum fonunda daha da aktuallaşıb. Kəmərə hücum çağırışlarının daha əvvəl 12 günlük müharibədən sonra gündəmə gəldiyi İranda rejimə yaxın ekspertlər, analitiklər müharibədə BTC-ni vurmaq, Hörmüz boğazını bağlamaqdan daha effektiv ola bilər çağırışlarını edirdilər. Bu çağırışlar isə iki məntiqə söykənir. Birincisi, Hörmüz boğazını bağlamaq İrana dost ölkələrə də problemlər yaradır, eyni zamanda qlobal narazılığa səbəb olur. İkincisi, siyonistlərin İrana hücum edən təyyarələri, təbii ki, bunlar onların fikirləri də elə çatdırıram, Azərbaycan nefti ilə təchiz olunur, BTC-ni vurmaq, İsrailin hücum potensialına zərbə endirməkdir tezisi önə çəkilir. İran rejiminin BTC-yə mümkün hücumu özünü müdafiə hüququ iddiası ilə əsaslandırılır və beynəlxalq media İran rəsmilərinə istinadən BTC-nin hədəfdə olduğunu yazırlar və deməli bir Middle East nəşri var, bir neçə gün əvvəl dərc etdiyi İranın düşmən neft xətlərinə təhdidi İsraili təmin edən Azərbaycan-Türkiyə boru kəməri ilə bağlı narahatlıq doğurur sərlövhəli məqaləsində də Sepah komandirinin adının açıqlanmadığı müşavirinə istinad edilir. Qeyd olunur ki, müşavir Tehran düşmənlərinin neft təchizatı xətlərini hədəfə alacaq və regionda neft ixracının davam etməsinə icazə verməyəcək. Yüksək vəzifəli ərəb mənbələri isə nəşrə bildiriblər ki, Sepah komandanının müşavirinin açıqlaması İranın BTC-ni hədəfə alacağına dair narahatlıq yaradır. Mənbə deyib ki, İranın düşmən neft xətlərinə zərbə endirmək təhdidi yalnız BTC kəmərini nəzərdə tuta bilər. Çünki İsrail əsas xam neft ehtiyacını bu kəmər vasitəsilə alır. Məlumatların analizi İranın Naxçıvandan sonra BTC-yə hücum edəcəyi risklərini gücləndirir. Politoloq Asif Nərmanlının təhlili və əziz tamaşaçılar yaydığı açıqlamadır. Talib bəy, nə deyirsiniz bu xüsusda? Mümkündür sizcə bu? Yəni, Naxçıvandan sonra Azərbaycana növbəti bir hücum və bu BTC ola bilərmi? Ləman xanım, bayaq da biz qeyd elədik ki, İranda artıq mərkəzi hakimiyyət yoxdur, ölkədə bir siyasi və idarəetmə böhranı yaşanır. Və belə olduğu təqdirdə bu, belə deyək də, tezislər, bu təhdidlər, bu təzyiqlər, bəli, müharibədən çox-çox əvvəl dəfələrlə ifadə olunmuşdu. İranda müxtəlif həm ekspertlər, həm də Sepaha yaxın olan dairələr tərəfindən. Amma o dövr üçün bunlar psixoloji savaş elementi kimi qiymətləndirilirdi. Yəni, əməldən daha çox söz kimi də, sözün təsiri, sözün təzyiq vasitəsi kimi qiymətləndirilir. Amma bugün, yenə mən də hörmətli Asif bəyin o fikirlərini qatılaraq bildirmək istəyirəm ki, məhz İranda hakimiyyət böhranı dərinləşməsi səbəbindən Azərbaycana da, başqa ölkə, hətta nüvə dövləti olan Pakistanın özünə belə zərbələr endirilə bilər. Yəni, dörd bir tərəfə, Orta Asiya ölkələrinə zərbələr endirilə bilər.
Bugün İran o dərəcədə idarə olunmaz bir bölgənin qaynar qazanına çevrildi və mən bunu dünən Naxçıvana, Azərbaycana törədilən o terror aktından sonraki şərhlərimdə də qeyd eləmişdim ki, İranda mövcud durumun, yəni bu hakimiyyətsizliyin, molla hakimiyyətsizliyinin uzanması region üçün yeni təhdidlər, yeni təhlükələr və yeni terror aktlarının belə deyək də aktuallığını qoruyub saxlayır. O cümlədən bəli, Bakı-Ceyhan da ola bilər, digər strateji ərazilər də ola bilər. Yəni istənilən təxribatlar gözləniləndir. Əslində bu mən elə gəlir ki, üzr istəyirəm, dünən elə axşamdan Bakı şəhər küçələrində Azərbaycan polisinin ayıq-sayıq xidmətinə başlaması, dünən ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinə bir nömrəli səfərbərlik əmrinin verilməsi, bax bu tip xaotik vəziyyətlərə qarşı hər cürə hazırlığın Azərbaycanda olmasına bağlıdır və mən elə fürsətdən və yaratmış olduğunuz imkandan istifadə edib xalqımızı da bu proseslərdə daha ayıq-sayıq olmağa, necə ki 44 günlük Vətən müharibəsində xalq bir yumruq kimi öz dövlətinin yanındaydı, öz silahlı qüvvələrin arxasındaydı. Yenə də bu gün də xalqımızdan həmən həmrəylik, həmən birlik gözlənilir, istənilir və bu birlik, bu həmrəylik həm dövlətimiz, həm də elə insanlarımızın təhlükəsizliyi üçün, rifahı üçün olduqca önəmlidir. Mən əminəm ki, müdrik xalqımız bu mərhələdə də 44 günlük Vətən müharibəsində göstərmiş olduğu müdrikliyini nümayiş etdirəcək. Aydındır, mən həm də bu xəbərdə xüsusilə o məqama inandım ki, bilirsiniz, ötən gün Çinin də bir açıqlaması olmuşdu. Çin də artıq baxmayaraq ki, hətta deyirlər ki, bugün İran xüsusilə Çinə və Rusiyaya arxalanıb həm də bu döyüşə girdi və belə xəbərlər də var ki, onun bugün atdığı raketlərin, işlətdiyi silah-sursatın əksəriyyəti həm də Çindən verilən silah-sursatdır. Belə fikirlər var da, yəqin bilirsiniz. Amma buna rəğmən Hörmüz boğazının bağlanması ən ciddi Çində narahatlıq doğurubdur. Çünki necə deyərlər, Çinin qidası kəsilibdir və Çinə gedən neft artıq getmir və bunun ucbatından ötən gün Çinin də bir radikal açıqlaması vardı. O hətta demişdi ki, mən öyle ora, hətta yəni ki, yəni hərbi bir müdaxilə ilə bağlı bir, demirəm tam hərbi bir şantaj vardı orada, amma istənilən halda bir işarə var idi ki, yəni İrana qarşı o da səfərbər ola bilər deyə bir mövqe qoymuşuydu. İndiyə qədər susqunluğunu qoruyan Çin. Yəni bu baxımdan deyirəm ki, yəni Hörmüzü açıb da, həm də Çin faktoruna görə Hörmüzü açıb da, yəni BTC-ni vura bilər, yəni o fikrini deməyə almaq istəyirəm sizdən. Ləman xanım, bugün mən yenə təkrar o məqama xüsusi diqqəti vurgulamaq istəyirəm ki, İranda silahlı qüvvələr üzərində mərkəzi hakimiyyətin nəzarəti itmiş vəziyyətdədir və ola bilsin ki, belə deyək də, Pezeşkiyan, Larizani, hətta Larizani belə, Əraqçı Çin tərəfinə söz versin ki, sizin donanmanızın keçməsinə problem olmayacaq. Amma əlində silah-sursatı olan, döyüş proseslərinə real müdaxilə eləmək iqtidarında olan kiçik komandirlərin Hörmüzdən keçəcək tankerlərə dözümlü qalmağına heç kəs səmat vermir. Və o cümlədən də oxşar addımların Bakı-Tiflis-Ceyhan istiqamətində də atılmasına bağlı riskə kimsə qarantiya verə bilmir. Təhlükə hər iki tərəfdən artır. Xüsusilə qeyd etdiyiniz kimi, bu günlərin İsrail tərəfinə daha çox tələb olunan enerji ehtiyatlarının Azərbaycandan getməsinin bu günlərdə xüsusilə qabardılması mənə elə gəlir ki, təxribatdır. Bu təxribatı da daha çox mən kənardan İrandakı əlində silah olan qüvvələrə ötürülən bir yem hesab edirəm. Çünki baxmayaraq ki, belə deyək də, müxtəlif sahələrdə Rusiya bugün İranı dəstəkləyir, amma diqqət etdiyinizdə dünənlərin Rusiyanın prezident administrasiyasının sözçüsü Peskovun belə bir açıqlaması olmuşdur ki, Rusiya yaxın şərqdəki müharibənin qarşısını ala bilməz. Mən deyərdim ki, almaqda heç maraqlı da deyil. Çünki bu müharibə Rusiyanın uzun müddətli alıcısız qalan neft və qaz məhsullarına tələbatı artırdı, qiymətini bahalaşdırdı və Rusiya tərəfi üçün burada müharibənin uzanması daha maraqlıdır və o cümlədən Bakı-Tiflis-Ceyhanın vurulması da
İrandakı başı pozuq o hərbi dəstələrin özündən daha çox, həm də bizim təsvir olsun ki, şimal qonşumuzun da strateji maraqlarına uyğundur. Yəni, təhlükə bu baxımdan həqiqətən də son dərəcə ciddidir. Deməli, bax, burada Tovuz Niki ilə bir nəfər yazır. Ləman xanım, salam. Bizim havadan müdafiə sistemimiz, hərbiçilərimiz hardadılar ki, rahat sərhədlərdən keçib bu PUA. Mən bunu efirimizin qonağı olan Qüdrət Həsən Quliyevi də verdim. Çünki o əslən özü də Naxçıvanlıdır və o bölgəni çox yaxşı bilir. Əsaslandırdı ki, yəni o qədər bir yaxınlıq var ki, sanki Naxçıvanın mərkəzində dayananda, yüksəklikdən baxanda Araz çayı az qala, yəni gəlib düz az qala sanki yanından keçir. Amma bu bütün hallarda hava hücumundan müdafiə sistemimizə haqq qazandırmaq mən biraz fərqli baxıram. Hörmətli bizim o Tovuz linki ilə daxil olan izləyicimizə də təşəkkür edirəm ki, bizi belə canlı izləyib müzakirələrə qatılır və elə sizin bu məsələyə o rakusdan ki, haqq qazandırmır. Bu günlərin İranın atdığı raketlər gedir İsrailə düşür. İsrail yarandığı gündən ölkənin hava da, quru da müdafiəsini bir nömrəli prioritet elan edilmiş ölkələrdəndir. Baxmayaraq ki, havada zərərsizləşdirildi, İranın atmış olduğu raket getdi Türkiyənin Xatay vilayətinə düşdü. Yəni, niyə atıldı, niyə gəldi, düşdü, hardadır bizim hava hücumundan müdafiə qüvvələrimiz? Bu, mən deyərdim ki, bir azca da bizim o fədakar hərbiçilərimizin xidmətinə kölgə salmaq, biraz da, necə deyirlər, o boyda zəhməti, əziyyəti görməməzlikdən gəlməkdir. Mən demirəm, hörmətli izləyicimiz qərəzlidir, filandır, sual verir vətəndaş kimi və mən elə üzümü ekrana tutub həmən izləyicimizə demək istəyirəm ki, bugün Azərbaycanın istər hava hücumundan müdafiə qüvvələri olsun, istər hərbi hava qüvvələri, istərsə də silahlı qüvvələrimizin digər birləşmələri ayıq-sayıq dövlətin, vətənin keşiyindədirlər. Amma bu kimi halların qarşısını dünyanın heç bir yerində %100 alınması ilə bağlı heç bir müdafiə sistemi mövcud deyildir və o cümlədən Azərbaycanın özündədir. Belə halların olmasının qarşısını almasının ən yaxşı belə deyək də dəstəyi xalqın bu kimi müzakirələri daha geniş ictimailəşdirmədən silahlı qüvvələrin arxasında olmaqdır. Necə ki biz Azərbaycan idmanını, Azərbaycan futbolunu göylərə ucaldan Qarabağın məğlubiyyətini belə zəfəri kimi qəbul edib komandamızı alqışlayırıq. Bugün dövlətimiz üstündə, millətimiz üstündə talih yüklü günlərdə silahlı qüvvələrimizin arxasında bir mənalı dayanmaq bizim borcumuzdur. Mən bunu hörmətli Tovuz linkini belə deyək də idarə edən şəxs olaraq sizə üst deyirəm ki, 44 günlük Vətən müharibəsinin bir iştirakçısı kimi sizə deyirəm ki, həqiqətən o zaman bizim gecəmiz, gündüzümüz yox idi. Biz bir şey çalışırdıq ki, bugünkü narahatsızlığımız, bugünkü əzab, əziyyətimiz daha az vətən övladının şəhid olması üçündür. Daha tez bir zamanda işğalda olan torpaqlarımızın işğaldan azad olunması üçündür. Gəlin hamılıqla birlikdə Azərbaycan silahlı qüvvələrini Ali Baş Komandandan tutmuş, daha ştatda, yəni hərbi vəzifədə, axırıncı vəzifədə əyləşən əskərimizə qədər hər birini dəstəkləyək, hər birinə sağlıqlı ömür arzulayaq və bu çətin günlərdə, bu çətin anlarda qeyd etdiyim kimi dövlətimizin və ordumuzun yanında, arxasında olaq. Gərəkirsə, əlavə səfərbərliyə ehtiyac yaranarsa, yenə də ordunun sıralarında olaq. Yanında, sağında, solunda və yaxud önündə deyil. Məhz sıralarında olaraq dövlətimizin müdafiəsində birlikdə iştirak edək. Doğrudur, doğrudur. Əziz tamaşaçılar, bu arada daha iki xəbəri də mən sizinlə bölüşəcəyim. Bax, Ceyhun Bayramovdan açıqlamalar gəlir. Deməli, hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir. Bütün tapşırıqlar verilib deyə. Bilirsiniz ki, ötən gün Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev bir nömrəli səfərbərlik vəziyyəti ilə bağlı danışdı. Dedi, silahlı qüvvələrimiz bir nömrəli səfərbərlik döyüş hazırlığı vəziyyətinə gətirilib və indi nazirdən gələn açıqlamalarda da belə bildirilir. Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir. Yəni, mən indi üzərində çox da dayanmayacağım, amma talibəm bir sualı vermək istəyirəm.
Yəni bu mümkün, yəni əhalidən, yəni bax çölə çıxırsan hamı səndən soruşur ki, Doğru. yəni bir Yəni, prezident təhlükəsizlik kimliklər. bəli, şurasında səsləndirdiyi fikirlər biraz adamlarda həyəcan yaradı. Adamların əksəriyyəti soruşur ki, səfərbərlik sözündən gözləri qorxur. Çünki 44 günlük müharibədə zaten hamı səfərbər olmuşduq və yəni təhlükənin birini yenicə adladan bir xalq olaraq, millət olaraq, ölkə olaraq adamlar bu xəbərlərdən heyecanlanırlar və soruşurlar ki, bu yenə də müharibə anlamına gəlirmi? Yəni biz yüksək səfərbərlik, döyüş hazırlığı, yəni hər an Azərbaycan İranla mümkün münaqişəyə girə bilərmi? Bax bunu soruşurlar. Nə düşünürsünüz? Həm də bir hərbiçi olaraq. Çox sağ olun Ləman xanım. Bir daha qeyd edim ki, bəli, dünənlərin prezidentin yanında keçirilən Təhlükəsizlik Şurasında məhz Ali Başkomandan kimi belə bir göstəriş verildi Azərbaycan Silahlı Qüvvələrinə ki, bir nömrəli döyüş hazırlığı vəziyyəti. Bir nömrəli döyüş hazırlığı vəziyyəti nədir? Bu, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi. Yəni, hər an vur komandası, hücum komandası əmri verilə bilər. İkincisi, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatlı olan şəxsi heyətinin səfərbərliyə cəlb edilməsi. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi dövründə qismən səfərbərliklə bağlı sərəncam olmuşdu. O da ayın müharibə 27-si səhər tezdən düşmənin o xain təxribatına cavab olaraq başlamışdı. Amma həmən səfərbərlik fərmanı səhv edilmirəmsə ya günün ikinci yarısı ya da səhərci günü 28 sentyabrda olmuşdu. Və yəqin ki, belə bir ehtiyac yaranacaqsa, oxşar sərəncam da yenə fərman veriləcəkdir. Amma bu çağırış həm də ölkənin səfərbərlik xidmətinə verilmiş bir çağırışdır ki, əlinin altındakı olan siyahını tam dəqiqləşdirsin ki, belə bir göstəriş olarsa nə etmək lazımdır. Və bir nömrəli səfərbərliyin üçüncü komponenti isə ondan ibarətdir ki, silahlı birləşmələr daimi dislokasiya olunduğu yer onların xidmət yeridir. Bir də var, onların ölkə hər hansı bir müharibə ilə üz-üzə qalarsa, o vaxtı onların döyüş tapşırığını icra elədiyi döyüş mövqeləri. Yəni, ola bilsin ki, biz bugün bunu tam bilmirik, çünki hələ ki, könül istər ki, belə bir şey olmasın. Çünki səhv etmirəmsə, mərhum şairimiz Bəxtiyar Vahabzadənin şeirindəki öz qılıncımız öz başımızı kəssi, yoxsa başqa bir mütəfəkkirimizin sözüdür. Baxmayaraq ki, Fars Molla rejiminin komandanlığın əmir və göstərişlərini icra edir. Amma güneydə də belə bir güneylə, daha doğrusu İranla Azərbaycan arasında belə bir müharibə riski yaranarsa, oradan da bura güllə atanların arasında minlərlə yox, 10 minlərlə yox, 100 minlərlə güneyli qardaşlarımız olacaqdır və buradan da ora. Yəni, belə bir müharibə senarisinin olmasını könül heç istəməzdir. Amma olacağı təqdirdə silahlı qüvvələrimiz özünün əsas döyüş mövqeyinə cəmləşib, hər an müharibə olacağı təqdirdə ona cavab vermək hazırlığında olmalıdır. Mən bir məqama da xüsusilə bununla bağlı qeyd eləmək istəyirəm. Belə bir məşhur yenə Azərbaycanın atalar sözü var, deyir, əcəlin ölmə faydası yoxdur. Bugün biz müharibə olarmı, olmazmı, müharibə riski nə dərəcədədir, bunu müzakirə etməyimizdən artıq keçib. Biz bugün müharibənin astanasında olan bir ölkəyik. Ona görə mən bir daha təkrar izləyicilərimizə, onların vasitəsilə bütövlükdə xalqımıza üzümüzü tutub demək istəyirəm ki, biz müharibənin astanasında, müharibə bayaqlarında haqqında çox xoş sözlər dedik, İranın hazırki prezidenti Pezeşkiyanın ki, onun bir yaxşı sözü vardı ki, deyir, biz müharibədən qaçmaq istədik, amma mümkün olmadı. Eynən bugün Azərbaycan da son ana qədər, hətta sırağa gün, səhər-səhər Azərbaycan prezidentinin İranın Bakıdakı səfirliyinə gedib ziyarət etməsi, İranın keçmiş dini liderinə başsağlığı verməsi məhz Azərbaycanın müharibədən səmimi olaraq, dürüst olaraq, mərdi-mərdanı olaraq qaçmaq siyasətidir, taktikasıdır. Amma bu mümkün görünmür. Dünəndən baş verən hadisələr fonunda və dünəndən tirajlanan informasiya və dezinformasiyalar fonunda. Ona görə də biz dövlətimizin, silahlı qüvvələrimizin yanında daha ayıq-sayıq olmalıyıq. Bu aralar daha çox həmrəy və daha çox bir-birimizə qarşı aqressiv deyil, mülayim və həmrəylik nümayiş etdirməliyik. Xüsusilə də dövlətə və silahlı qüvvələrimizə mənəvi dəstəyimizi əsirgəməməliyik.
Və sonda əziz tamaşaçılar bir maraqlı xəbər də var. Azərbaycan diplomatları İrandan çıxarılır. Prezidentdən bir tapşırıq var. Bunu da Ceyhun Bayramov deyib. Ceyhun Bayramov Moldovalı həmkarı ilə Bakıda mətbuat üçün keçirdiyi brifinqdə Prezident İrandakı səfirliyin və Təbrizdəki baş konsulluğun heyətinin evakuasiyasını tapşırıb. Artıq evakuasiya işlərinə başlanılıb deyə deməli, Azərbaycanlı diplomatlar da İrandan çıxarılır. Əziz tamaşaçılar, deməli, münasibətlərimiz yenə də bu qədər kəskinləşdi. Hətta bu qədər. Hətta bu qədər kəskinləşdi. Ona görə də xalqımızı bu məsələlərdə daha sayıq və soyuqqanlı olmağa dəvət edirik. Dövlətimiz var olsun, silahlı qüvvələrimiz var olsun. Bugün birlik və həmrəylik günüdür. Təşəkkür edirəm Talib bəy. Əziz tamaşaçılar, sizinlə də sağollaşıram. Hər biriniz verilişimizi lütfən bəyənin və paylaşın. Qarşıda görüşəcəyik. Salamat qalın.